Bağışlayan və mehriban Allahın adı ilə. Namaz qılan şəxs namaz üçün ayağa qalxan zaman onun üçün asmandan Allahın rəhməti yerə nazil olar və mələklər onun ətrafında dolanarlar. Mələklərdən biri isə bu zaman belə söyləyər: əgər bu namaz qılan şəxs namazın mahiyyətini bilsəydi, heç vaxt namazdan ayrılmazdı. Hər vaxtınız xeyirli olsun, dəyərli Vilayət TV izləyiciləri. Hər birinizi şəri suallara cavab verilişindən salamlayıram. Bildiyiniz kimi biz bu verilişdə sizlərdən gələn şəri sualları oxuyub cavablandırırıq və bunun üçün studiyamıza dəyərli qonaq dəvət etmişik ki, fiqhi sahədə mütəxəssisdir. Siz də ekranda gördüyünüz WhatsApp nömrəsinə öz şəri suallarınızı yazıb göndərin və biz də bu verilişlər vasitəsilə sizin suallarınıza cavab verək. Vaxt itirmədən studiyamızın dəyərli qonağını sizlərə təqdim etmək istərdim. Studiyamızın qonağı Höccətülislam Ustad Zaman Zamanovdur. Salamlayıram Ustad, hər vaxtınız xeyirli olsun, xoş gəlmisiniz. Aleykümselam Hüseyin müəllim, çox sağ olun, çox təşəkkür edirəm sizə və dəyərli izləyicilərimizə. Çox sağ olun Ustad, minnətdarıq. Buyurun. İcazənizlə mən izləyicilərdən gələn sualları oxuyum. İlk sualımız belədir ki, sübh namazının son vaxtı nə zamandır? Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin və ali Muhammed. Dəyərli suala görə, gözəl suala görə sizə və bu dəyərli izləyicimizə təşəkkürümü bildirirəm. Baxın, sübh namazının son vaxtı günəş çıxana qədərdir. Yəni, günəş nə qədər ki çıxmayıb, sübh namazının vaxtı var. Bəziləri elə bilirlər ki, artıq hava açıldısa, hava aydınlaşdısa, artıq namaz qəzaya gedib. Xeyr, bu şəkildə deyil. Sübh namazı ki, sübh azanı verildi, hava açılsa belə, təbii ki, namazı əvvəl vaxt qılmaq çox tövsiyə olunur. Ki, əvvəl vaxt qılınmaq ki, gözəldir, savabın ən çox namazın çox savabı olan vaxt həmin əvvəl vaxtdır. Amma indi bir nəfər namazı əvvəl vaxt qıla bilməsə, məsələn, fərz elə ki, hər hansı bir probleminə görə, hər hansı bir müşkülinə görə, məsələn, yatıb qalıb. Durub, məsələn, görüb ki, hava açılıb, aydınlaşıb, amma günəş çıxmayıb. Nə qədər ki, günəş çıxmayıb, sübh namazının vaxtı vardır, ədadır, yerinə yetirə bilər. Artıq günəş çıxdıqdan sonra sübh namazı qəza olur. Təşəkkür edirəm Ustad. Növbəti sualı oxuyum. Buyurun. Növbəti sualımız belədir ki, mən namazlarımı 15 yaşından qılmağa başlamışam. Sonra öyrəndim ki, 15 yaş hicri təqvimindən əsasən hesablanır. Sualım budur ki, hicri tarixi ilə 15 il miladi tarixi ilə eynidirmi, ya fərq var? Baxın, Hüseyin müəllim, biz bir neçə dəfə bu sual bizə yönəldilib, müxtəlif şəkillərdə və biz çalışmışıq ki, buna miladi tarixi ilə də cavab verək. Hicri tarixi ilə miladi tarixi hesablananda üst-üstə düşmür. Miladi tarixi biraz az olur, məsələn, hicri qəməri tarixindən. Və fiqhi kitablarda ki, qeyd olunub, həddi buluq yaşı bəylər üçün 15 il, xanımlar üçün ki 9 ildir. Bunu biz miladi tarixi ilə hesablamaq istədikdə təqribən, düzdür, alimlər arasında burada da bəzi günlərdə müxtəlif nəzəriyyələr vardır. Amma təqribən qeyd edirəm ki, 15 il ki bəylər üçün qeyd olunub, bunu miladi tarixi ilə biz hesablamaq istədikdə təqribən 14 il 6 ay 15 gün eləyir. Bu qardaşımız ki 15 yaşından başlayıb namazlarını yerinə yetirməyə ki, təbii ki, həmin o vaxtdan başlayıb oruclarını da yerinə yetirməyə hesablanmalıdır. Baxmalıdır, görməlidir ki, mən nə qədər qəzam var. Mən yəni əslində bu 14 il 6 ay 15 gündə təqribən həddi buluğa çatıb. Ki bu 15 yaşa qədər fasilə buraxıb namazların yerinə yetirməyib. Əgər Ramazan ayda bu həmin o günlərə düşübsə ki, yerinə yetirməyib deyib ki, məsələn, həddi buluq olmamışam və həm o namazlarını qəza eləməlidir, həm də əgər Ramazan ayı həmin o günlərə ki, məsələn, bu fərz eləyib ki, təsəvvür eləyib ki, mən həddi buluq yaşına çatmamışam və oruclarımı tutmamışam, əgər həmin o günləri təsəddüf edirsə, həmin o Ramazan ayının oruclarını da yerinə yetirməlidir. Və eyni zamanda xanımlar üçün də bu keçərlidir. Ola bilsin bir xanımdır, hesablayıb 9 il. Mən 9 yaşında həddi buluq, məsələn, yaşına çatıram,
o vaxtda namazımı qılmalıyam, o vaxtda məsələn orucumu tutmalıyam və əslində neçə yaşından çatır bizim miladi tarixi ilə? Çatır 8 il, 8 ay 20 gün təqribən ağalar buyururlar. Əgər bu 9 yaşından başlayıbsa namazlarını yerinə yetirməyə və eyni zamanda əgər orucları da həmin o fasiləyə təsadüf edibsə ki, tutmuyubsa, həm namazlarını qəza etməlidir, həm də orucların qəza etməlidir. Ki, təbii ki də bu yaşa çatdıqdan sonra ki, bundan sonra diqqətli olarlar inşallah. Xanımlar bu yaş miladi tarixi ilə bu yaş həddinə gəlib çatdıqda gərək hicablarını da bağlasınlar və digər naməhrəmin və məhrəmin digər hökmlərinə də riayət etməlidirlər. Bəli. Təşəkkür edirik Üstad dəyərli məlumatınız üçün. Bəli. Növbəti sualı oxuyum. Buyurun. Növbəti izləyicimiz belə bir sual yazır ki, məsciddə azan verilən kimi mən də öz namazımın azanını deyə bilərəmmi? Bəli, əgər məsciddə, baxın burada meyar namazın vaxtının daxil olub olmamasıdır. Azanın verilməsi yox. Əgər bir nəfər yəqinə çatırsa, həqiqətən də bu azan ki verilir, həqiqətən də Allah qatında namazın vaxtı daxil olub, bu vaxt bu şəxs eləyə bilər öz azanını versin və iqaməsini də desin və namazın başlasın. Amma yox, nə qədər ki namazın vaxtının daxil olmasına şəkki var, yəqini yoxdur, məsələn xatircəmliyi yoxdur. Ola bilər də məsələn Allah qatında namazın vaxtı hələ daxil olmayıb, azan məsələn 1-2 dəqiqə tez verilir. Mümkündür bu. Və yaxud da ən azından şəkk eləyirsə buna, bu cür olduğu təqdirdə nə namaza başlaya bilməz, nə də ki azan namazdan əvvəl eləyə bilməz, azan oxusun. Ona görə burada meyar namazın vaxtının daxil olmasına yəqinin olmasıdır. Haçan namazın vaxtına yəqini olarsa və yaxud da ki yəqini var ki, bu hal-hazırdakı Bayırda məsciddəki və yaxud da Hüseyniyyədə ki azan verilir, həqiqətən də Allah qatında namazın vaxtı daxil olub. Bu cür olduğu təqdirdə bu şəxs öz azanını da verə bilər, iqaməsini də deyə bilər və namaza da başlaya bilər. Təşəkkür edirik Üstad. Növbəti sualı oxuyum. Növbəti sual belədir ki, səfərdə olduğum zaman cümə namazında iştirak edə bilərəmmi? Heç bir eybi yoxdur. Bəli, bir nəfər səfərdə olduğu təqdirdə ki, musafirdir və musafir də burada böyük ehtimal sualda budur ki, yəni 4 rükətli namazlarımı artıq mən qəsr qılıram. Məsələn, zöhrdür, əsrdir və eyni zamanda işa namazı ki, məsələn, qəsr qılınmalıdır. Bu şəxs bu halda əgər musafirdirsə eləyə bilər və həmin bu cümə namazında iştirak eləsin. Düzdür, bəzi ağalar buyururlar ki, o cümə namazındakı ədəd şərtidir. Ədəd olmalıdır, məsələn, 5 nəfər, 4 nəfər ki, ədəd olmalıdır. Bunlardan bir nəfəri təşkil eləyə bilməz. Bunlardan bir nəfər ola bilməz ki, bu ədədi tamlasın, tam olsun bu ədəd. Amma iştirak eləməyin heç bir yoxdur. Məsələn, fərz edək ki, 100 nəfər və yaxud da ki, 50 nəfər cümə namazında iştirak edir. Mən də gedirəm, qoşuram bunlar, cümə namazı qılıram, heç bir eybi yoxdur. Onlar icazəlidir və zöhr namazından da kifayət edir. Üstad, bu cümə namazından sonra, yəni ki, bəzi ağalar deyirlər ki, müstəhəbbidir ya, məsələn, qılınıb qılınmaması haqqında əsr namazını, bu şəxsin namazı necə olacaq? Əsr namazı ki, qəsr qılacaq. Qəsr qılacaq. Bəli, çünki musafirdir və əgər kəsir səfər, çox səfər eləyən deyilsə və həmin yerdə 10 gün qalmağı qəsd etməyibsə ki, musafirdirsə, bəli, həmin o əsr namazını qəsr qılacaq. Təşəkkür. Təbii ki, qəsri həm eləyə bilər iqtida eləsin, həm də elə bilər fərdi şəkildə yerinə yetirsin. Təşəkkür edirik Üstad. Növbəti sualı oxuyun. Növbəti sualımız belədir ki, təyəmmüm ilə qəza namaz və oruclarını yerinə yetirmək olarmı? Baxın Hüseyn müəllim, təyəmmüm bəzən yerinə yetirilir. Təbii ki, müəyyən bir üzrlərə görə, məsələn, suyu yoxdur və yaxud da ki, xəstələnə bilər və xəstəlik şiddətlənə bilər və yaxud da gec sağala bilər. Bəzi bu amillər ki, vardır, məsələn, təyəmmümün edilməsi üçün səbəbdirlər. Bəzən bu səbəblər müvəqqətidir. Məsələn, mən müvəqqəti xəstələnmişəm, qrip olmuşam və yaxud da ki, əməliyyat olunmuşam, bir müddətdən sonra bu xəstəliyim, bu problemim aradan gedəcək. Və mən dönüb nə edəcəm? Su ilə qusul alacam və namazlarımı yerinə yetirəcəm. Yəni, mənim bu üzrüm müvəqqəti bir üzrdür və bir müddətdən sonra aradan gedəcək. Bu cür olduğu təqdirdə xeyr eləyə bilməz bu şəxs. O üzrü ki, müvəqqətidir və o üzrə görə təyəmmüm eləyib, namazlarını yerinə yetirib və yaxud da ki, oruclarını yerinə yetirib, həmin o təyəmmümdən eləyə bilməz qəza namazlarını yerinə yetirsin. Amma yox, bəzən də görürsünüz ki, bu şəxsin üzrü elə bir üzrdür ki, bu ta bunun ömrünün axırına qədər bundandır. Və ta ömrünün axırına qədər eləyə bilməz qusul alsın. Hey təyəmmüm eləyib,
dəstəmaz əvəzinə təyammüm eləməlidir. Və yaxud da qusl əvəzinə məsələn fərz eləyək təyammüm eləyib, bu şəkildə namazlarını yerinə yetirməlidir. Bu cür olduğu təqdirdə əgər ümidsiz olsa sağalmağına və yaxud da ki, yəqini olsa ki, sağalmayacağam mən artıq təyammümlə namazlarımı yerinə yetirməliyəm. Bu cür olduğu təqdirdə bəli, eləyə bilər qəza namazlarını və qəza oruclarını həmin o təyammümlə yerinə yetirsin. Təşəkkür edirik üstad. Növbəti sualı oxuyum icazənizlə. Növbəti sual belədir ki, ayaqlarımı məs etdikdə şəkk etdim. Başıma məs etmişəm ya yox? Bəli. Bu halda davam etməliyəm ya yenidən dəstəmaz almalıyam? Baxın, biz dəstəmaz aldığımız zaman bir üzvü yuyub növbəti bir üzvə keçdiyimiz zaman yəqin etməliyik həmin üzvü kamil bir şəkildə Allahın istədiyi kimi şəriətdə gəldiyi şəkildə yerinə yetirmişik. Məsələn, mən sol əlimi yuduğum zaman şəkk etməməliyəm sağ əlimdə üzüyümün altına su çatıb ya yox. Diqqət edin. Və yaxud da ki, ayağıma məst etdiyim zaman şəkk etməməliyəm başıma məst etmişəm ya yox. Tamam. Bu cür olduğu təqdirdə əgər bir nəfər şəkk eləsə ayaqlarını məst etdiyi zaman ki, mən başıma məst etmişəm ya yox, bu qayıtmalıdır, başını məst etməlidir. Sonra yenidən başlamalıdır. Ayaqlarını məst etməyə eləyə bilməz, davam eləsin. Şəkk halında davam eləyəməz və yenidən dəstəmazı məsələn buraxıb yenidən də başlamağına ehtiyac yoxdur. Həmin bu şəkkini qayıtmalıdır, başına məs etməlidir. Ondan sonra sağ ayağına və sol ayağına məs edib və bu şəkildə dəstəmazını tamamlamalıdır. Təşəkkür edirik üstad. Növbəti bir sualı oxuyum. Elə ən çox soruşulan və elə biləm aktual mövzulardan biridir. Enerji sularından istifadə etmək olarmı? Bəli, buyurduğunuz kimi çox istifadə olunan məsələlərdəndir və çox insanlar demək olar ki, onlardan da istifadə edir. Burada meyar enerji sularından istifadə edib etməməkdə meyar həmin bu suların tərkibində məst edici bir vasitənin olmasıdır. Fərq eləməz istər adi suda olsun, məsələn, və yaxud da ki, hər hansı bir enerji suyunda olsun. Əgər məst edici bir şey varsa, istifadə etmək icazəli deyil. Amma yox, enerji suyudur, tərkibində hər hansı bir məst edici bir maddə yoxdur və tərkibini oxuyuruq, görürük ki, belə bir maddə qatılmayıb ona. Və yaxud da ki, digər haram olan bir maddələr yoxdur bunda. Bu cür olduğu təqdirdə həmin o enerji sularından istifadə etməyin heç bir eybi yoxdur. Yəni burada meyar həmin o içkinin tərkibində məst edicinin olub olmamasıdır. Əgər yoxdursa olar, vardırsa olmaz. Növbəti sual belədir ki, sağ əlim sınıb deyə gipsdədir. Bu halda başıma və ayaqlarıma sol əllə məs edə bilərəmmi? Bismillahirrahmanirrahim. Çox gözəl bir sualdır Hüseyn müəllim. Demək olar ki, adli halda da soruşulur ki, biz ixtiyari halda başımıza sol əllə məs eləyə bilərik ya yox. Və yaxud da ki, lazımdırmı biz sağ əlimizlə başımıza məs çəkək? Burada alimlər arasında ixtiyari halda təbii ki, iztirari halda, zəruri halda ki, məlumdur. Məsələn, bu sual verən şəxs məlumdur ki, bunun zərurət halıdır. Məsələn, sağ əli sınıb, əsən tərpədə bilmir. Bu cür olduğu təqdirdə məlumdur ki, ağalar buyururlar ki, sol əllə həm başına məst edəcək, sonra sağ ayağına məst edəcək, sonra sol ayağına məst edəcək. Bu tərtibə riayət eləməlidir. Amma yox, indi gəlin belə bir sual düşünək. Hala ixtiyari halda ki, mən sağ əlimə ki, başıma ki, sağ əlimlə məslək edə bilirəm, eləyə bilərəm bunu sol əlimlə yerinə yetirəm ya yox. Burada alimlər arasında müxtəlif görüşlər var. Xamneyi ağa ilə Məhkarim Şirazi ağanın nəzərinə görə ehtiyatı vacib əsasən icazəli deyil. Başa gərək sağ əlindən məs edilə, ixtiyari halda sol əlindən məs etmək icazəli deyil. Amma Sinan ağanın nəzərinə görə heç bir eybi yoxdur. Hətta ixtiyari halda belə, məsələn, tərəfinin əli sınmayıb, heç bir problemi yoxdur. Hətta ixtiyari halda belə eləyə bilər başına, sol əlindən məst eləsin. Amma ehtiyat müstəh budur ki, sağ əlindən bu işi yerinə yetirsin. Amma zərurət halında ki, bayaqlarda qeyd elədim, zərurət halında heç bir eybi yoxdur. Sol əlindən bütün başa və iki ayağa da məst etmək icazəlidir. Təşəkkür edirik üstad. Sizə və dəyərli izləyicilərə belə bir aktual mövzularda suallar göndərirlər. Növbəti sual belədir ki, bu da elə bilirəm ən çox soruşulan suallardandır. Xanımlar namaz qıldığı zaman çadıra geyinmələri vacibdirmi? Baxın, xanımlar namaz qıldıqları zaman çadıra geyinmələri lazım deyil.
əsas vacib olan, əsas onların vəzifəsi namaz halında budur ki, bədənlərini tam örtsünlər. Yəni təkcə xanımlar bilənklərindən və üzlərini ki, dəstəmazda yuduqları miqdar ki var, Bəli. ora xaric olmaqla yerdə qalan bütün bədənlərini örtsələr, kifayət edəcəkdir də çadıra geyinmələri namazın düzgünlüyündə şərt deyil. Amma corablarına gəldikdə, xanımlar eləyə bilərlər, corabsız namaz qılarlar ya yox. Bu da demək olar ki, çox sual soruşulan məsələlərdəndir. Əgər naməhrəm yoxdursa, naməhrəm bunları görmürsə, naməhrəmin yanında namaz Və yaxud da qılmırlarsa, ehtimal verir ki, görməyəcək. bəli. Elə bir Fərz eləyək ki, məsələn, məsciddədir ki, bu naməhrəm Bəli. görə bilər bunu və yaxud da ziyarətgahlardadır Bəli. və yaxud da ki, başqa bir şəxsin evində qonaqdır və yaxud da ki, öz evindədir, qonaq var, naməhrəmdir. Bu cür olduğu təqdirdə əgər naməhrəm bu xanımı görəcəksə, naməhrəmə görə corabların geyinməlidir. Yox, əgər naməhrəm bunu görməyəcəksə, elə bir yerdədir ki, məsələn, namaz qılıram, naməhrəm yoxdur burada. Bu cür olduğu təqdirdə corabsız da namaz qılmağı icazəlidir. Və xanımların bilənkdən aşağı əllərinin görsənməsi, üzlərinin görsənməsi ki, o dəstəmazda yuduqları miqdar qədər və eyni zamanda əgər naməhrəm bunları görməyəcəksə, corabsız namaz qılmaları icazəlidir və çadıra da girmələri lazımdır. Təşəkkür edirik ustad. Növbəti sualı oxuyum. Növbəti sualımız belədir ki, dəstəmaz aldığımız zaman başımızın sol və ya sağ tərəfinə məs edə bilərikmi? Baxın, dəstəmaz aldığımız zaman, Hüseyn müəllim, bizim başımızı 4 hissəyə bölmək olar da. 1, 2, arxa tərəfi sağ, sol tərəf, arxa tərəf və ön tərəf, yəni başın üst hissəsi. Burada lazım olan bizə məs edilən yer başın ön hissəsidir. Bu hissəsidir ki, gərək dəstəmaz aldığımız zaman başımızın həmin bu ön hissəsinə məs edək. Sağ tərəfinə, arxa tərəfinə və yaxud da sol tərəfinə məs etmək kifayət etmir. Başımızın ön hissəsinə hər nə qədər məs etsək, kifayət eləyəcək yuxarıdan aşağı və yaxud da ki, aşağıdan yuxarı və yaxud da ki, sağdan sola və yaxud da ki, soldan sağa və yaxud da ki, əlimizin içi ilə və yaxud da ki, 3 barmağımızla ki, ağaların bəziləri buyurur, müstəhəbdir. Hətta bir barmağımızla da belə məst etsək, kifayət edəcəkdir və bunu da nəzərinizə çatdırın ki, ta başın təpəsindən məs etmək lazım deyil. Elə ortadan da biraz məs eləsə aşağı kifayət edəcəkdir. Əsas olan burada başın ön hissəsinə məs etməyimizdir. Sağ tərəfə, sol tərəfə, arxa tərəfinə məs etmək kifayət etmir. Minnətdarıq ustad. Növbəti sualı oxuyum. Növbəti sualımız belədir ki, namaz qılıb qurtardıqdan sonra bildim ki, nəcis paltarla namaz qılmışam. Bu halda namazı yenidən qılmalıyam mı? Baxın, Hüseyn müəllim, bunu bir neçə şəkildə təsəvvür eləmək olar. Bu məsələni, bu verilən sualı və hər bir qismində özünə məxsus hökmü var. Birinci qism bundan ibarətdir ki, bu şəxs əvvəlcədən bilmirdi mənim paltarım nəcisdir və yaxud da ki, bədənim nəcisdir. Fərz eləyək ki, bir yerdə paltarıma nəcis dəyib və yaxud da ki, bədənimə nəcis dəyib ki, bilməmişəm. Yadından çıxıb. Yox, yadımdan yox, bilməmişəm əslən. Əslən xəbərdar olmamışam ki, belə bir nəcis varmış. Əlim qanlayıb, xəbərdar olmamışam, dəyib paltarıma və yaxud da ki, əlim qanlıdır, dəstəmazım da var idi. Daha heç fikir də verməmişəm, gəlmişəm, durmuşam namaza, namazı qılıb qurtardıqdan sonra gördüm ki, əlim nəcisdir və bilirəm ki, harda məsələn əlimi zədələmişəm və qanın harda çıxdığını da bilirəm. Və yaxud paltarımın harda nəcis olduğunu, məsələn, təqribən bilirəm əvvəlcədən ki, harda olduğunu məsələn bilirəm. Amma mən orada bilməmişəm paltarım nəcis olub. Sonradan fikirləşdikdən sonra bildim harda olubmuş. Amma xəbərim yox imiş onda ki, paltarım nəcis olub, ya bədənim nəcis olub. Bu cür olduğu təqdirdə ağalar buyururlar ki, namazı düz tutsun. Əvvəlcədən bunun xəbəri olmayıb, əvvəlcədən elmi yox idi buna. Əvvəlcədən məlumatı olmayıb. Ona görə də sonradan namazdan sonra bildiyi üçün və həmin namazı qıldığı namaz düzdür və növbəti namazlar üçün bədənini və nəcis olmuş paltarını paklamalıdır. Bu birinci qism. İkinci qism bundan ibarətdir ki, xeyr, bədənim və yaxud da ki, paltarım nəcis olduğunu bilirdim. Unutdum, yadımdan çıxardım, namaz qıldım, namaz qılıb qurtardıqdan sonra gördüm ki, bu nəcis mənim paltarımda və bədənimdə varmış və mən də əvvəlcədən də bundan xəbərdar edim. Bu cür olduğu təqdirdə Xamneyi ağa ilə Məkarim Şirazi ağanın nəzərinə görə həmin qıldığı namaz batildir və vaxt varsa namazın yenidən qılmalıdır, vaxt yoxdursa, vaxt çıxıbsa namazın qəza etməlidir. Amma Sistani ağanın nəzərinə görə
Bir dəfə bunun unutqanlığı əhəmiyyətsizliyindəndir, etinasızlığındandır. Yaxşı, məsələn, əhəmiyyət verməyib. Yaxşı, məsələn, etina bəsləməyib buna, etina göstərməyib. Yaxşı, diqqət göstərməli idi, göstərməyib. Buna görə yadından çıxıb, səhlənkarlıq eləyib. Gəlmişəm ki, təmizləyərəm paltarımı, dəyişərəm paltarımı, paklayarəm, məsələn, əlim qanladı bayırda və yaxud da ki, bayırda paltarıma nəcislədi və yaxud da bədənimə nəcislədi. Gəldim, lazımı diqqəti göstərmədim. Lazımı əhəmiyyəti göstərmədim ki, paklayam, namazımı qılam. Bu cür olduğu təqdirdə, bəli, namazı üçün əhəmiyyətini göstərmək lazımı, bu namazı batildir və namazı yenidən qılmalıdır. Bir dəfə də vardır ki, xeyr, bu səhlənkarlıq eləməyib. Bu həqiqətən də məqsədi buydu ki, mən qayıdıb evə nəcis olmuş paltarımı və yaxud da ki, bədənimi təmizləyəcəm. Amma həqiqətən də yorğunluqdan, məsələn, yadımdan çıxıb. Lazımı da, həmin bu lazımı da dəyəri göstərmişəm, lazımı, məsələn, əhəmiyyəti göstərmişəm. Amma unutmuşam. Bu cür olduğu təqdirdə Səna ağanın nəzərinə görə yenidən həmin namazı qılmağı lazım deyildir. Bəli. Minnəttar Ustad, dəyərli məlumatınız üçün izləyicilərə də təşəkkürümüzü bildiririk. Növbəti sualımızı oxuyum. Növbəti sual belədir ki, ayağımıza məs etdiyimiz zaman baş barmaqdan başlamaq lazımdırmı? Baxın, ayağımıza məs etdiyimiz zaman, Hüseyn müəllim, bildiyiniz kimi bir barmağımızla da məs eləsək, iki barmağımızla da məs eləsək, tam əlimizin içi ilə də məs eləsək kifayətdir. Məsin miqdarına gəldikdə isə, burada da ağaların nəzərində ixtilaf vardır. Əks məsələn, Xameneyi ağa ilə İslam ağanın nəzərinə görə baş barmaqdan ta oynağa qədər məs olunmalıdır. Bu, həmin bu məsin, ayağa çəkilən məsin miqdarıdır. Amma bəzi ağaların nəzərinə görə, səhv etmirəmsə ağa Məkarim Şiraz ağanın nəzərinə görə xeyr. Həmin bu oynağa qədər çəkmək lazım deyil. Ayağın ortasındakı bu təpə kimi olan yer ki var, ora qədər məhz olunsa kifayət edəcəkdir. Bəziləri də ehtiyatı vacib buyurur ki, məsələn, ora qədər çəkilməlidir. Ta ayağın oynağına qədər, məsələn, ağa Təbrizi, ağa Safiqul Payqani səhv etmirəmsə buyurur ki, ta ayağın oynağına qədər məhz olunmalıdır. Hər bir halı ilə bəziləri fətva verir, bəziləri ehtiyatı vacib buyurur, bəziləri ehtiyatı müstəhəb buyurur. Bəziləri də buyurdular ki, ta oynağa qədər məhz etmək lazımdır. Bayaqlarda qeyd elədiyim kimi, ayağın təpəsinə qədər, ortada olan təpəsinə qədər həmin məhz olunsa kifayət edəcəkdir. Aya bu, baş barmaqdan başlamaq lazımdır, ya yerdə qalan ağalar buyururlar ki, barmaqların ucundan ta fərzilə oynağa qədər məhz olunmalıdır. Hala bu baş barmaqdan başlamaq lazımdır, yerdə qalan barmaqlarla da məhz eləmək olar. Buyururlar ki, heç bir eybi yoxdur, olar. Baş barmaqla da başlaya bilərsiniz, orta barmaqla da başlaya bilərsiniz, hətta balaca barmaqla da başlasınız, ta oynağa qədər məhz eləsəz, kifayət edəcəkdir. Yəni, baş barmaqdan məhz etmək lazım deyil. Məsələn, fərz edək, bir nəfər bir dənə barmağı ilə məhz eləmək istəyir. Baş barmağından da eləyə bilər, həmin o bir dənə barmağı baş barmağın ucundan ta oynağa qədər məhz eləsin. Eləyə bilər, ortadakı barmaqlarının hər hansı biri ilə oynağa qədər məhz eləsin və eləyə də bilər, həmin o kiçik barmağımız yoxdur, onun ucundan ta həmin o oynağa qədər məhz eləsin. Təbii ki, bunu da nəzərdə çatdırıb. Bəzi ağaların nəzərinə görə buyururlar ki, balaca barmaqdan oynağa qədər və yaxud da ki, o ayağın o təpəsinə qədər çəkmək kifayət etmir ehtiyata vacibə əsasən. Bu qədər. Minnəttar Ustad. Növbəti izləyicinin sualını oxuyum. Növbəti sualımız belədir ki, qəsbi su ilə dəstəmaz və qüsul almaq olarmı? Qəsbi su ilə dəstəmaz və qüsul almaq icazəli deyildir. Həm ağalar buyururlar ki, haramdır, üçün başqasının malından istifadə edəmirsən. Hörmət təklifçisi var, yəni sənin işin haramdır, bu işi görməyin haramdır və eyni zamanda həmin o su ilə, qəsbi su ilə aldığın dəstəmaz və qusulda batildir. Bu fərq eləməz bir şəxsdən oğurluq eləyəsən və yaxud da ki, bir dövlətdən gedib oğurluq eləyəsən. Məsələn, müsəlman bir ölkəsidir. Gəlib bu, həmin bu şortçiklər ki, qoyurlar, suyu tənzimləməkdən ötəri ona bir şey eləyirsən ki, məsələn, o az göstərsin və yaxud da ki, ayrı bir, məsələn, yerdən qəsbi su çəkirsən
ki, məsələn, Bəli, gəlib bu şorçikdən keçməsin ki, pul yazmasın. Bunların hamısı qəsbi sunun, oğurluq sunun mistaqlarından hesab olunur və həmin o sudan istifadə etmək həm icazəli deyil ki, haramdır, haram yazılır o şəxsə, həm də ki, o su ilə aldığı dəstəmaz və qusulda batil sayılır. Və nəticədə həmin o su ilə ki, dəstəmaz alsa insan bir şəxs qusul alsa və qıldığı namazlar da batil olacaqdır. Ona görə də fərqi yoxdur. Bir şəxsdən oğurluq eləyəsən və yoxdur ki, bir dövlətdən oğurluq eləyəsən, fərq eləmir. Hər bir halda aldığı dəstəmaz və qusul batil sayılır. Təşəkkür Üstad. Bizim vaxtımız burada sona yetdi. İnşallah növbəti verilişdə dəyərli izləyicilərin suallarına cavab verək. Dəyərli izləyicilər, bu günlük bizə ayrılan vaxt burada sona çatdı. Yenidən görüşmək ümidi ilə sağ olun, salamat qalın.